Bəs bu niyə belə oldu və niyə baş verir? Dostlar, Trump seçiləndən sonra dünya ölkələrinə, xüsusilə də onun ən böyük rəqibi hesab etdiyi Çinə qarşı bir iqtisadi müharibə elan elədi ki, bu iqtisadi müharibə ən çox da gömrük tariflərindən ibarət idi ki, o zaman dünyada bir qeyri-müəyyənlik, stabillik yarandığından deyə investorlar digər səhmləri sataraq, eləcə də bəzi kriptovalyutalardan daha çox güvənli qalxan rolu oynayan qızıla yönəlməyə başladılar. Burada digər bir amil isə o idi ki, dostlar, Çinin hal-hazırda bir siyasəti var ki, dollarizasiya, yəni ki, dollardan yayınmaq, öz valyutasını daha dollara nəzərən üstün tutmaq istəyir və ona görə də oranın mərkəzi bankı, yəni Çinin mərkəzi bankı daha çox dolların əksinə qızıl rezervini çoxaltmağa başladı və bu da qızıla tələbatı artırdığından qızılın qiyməti öz tarixi maksimumlarını yenilədi. Təbii ki, indən sonra proses necə gedəcək, bunu zaman göstərəcək, bunu heç kim deyə bilməz.